Herkese salam dostlar, kanalıma hoş gelmişsiniz. Her birinizi hoş gördük kanalımda. Dostlar, bu günləri sizlərə çəkəcəyim video lal ördəyi yoksa Pekin ördəyi mi, hətta cır ördəyilə də bu aralarındakı fərqi göstərəcəm sizlərə. Hansını saxlamaq daha sərfəlidir? Onun haqqında bir video çəkəcəm. Bütün rəqəmlərlə hamısını sizlərə izah eləməyə çalışacağım ki, siz də hansı daha sərfəlidir, ən azından bu biznesə başlamaq istəyənlər, saxlamaq istəyənlər hansının daha sərfəli olduğunu anlasın. İlk öncə onu deyim ki, indi siz mənim qabağımda Pekin ördəyi və yaxud da ki, cır ördəyi görmürsünüz. Deyirsiniz ki, Ayxan, sənin burada bir gün hardadır, sən nə bilirsən, Pekin ördəyini saxlamamısan, bilmirsən. Uşaqlar, mən Pekin ördəyini saxlamışam, cır ördəyi də saxlamışam. Özəlliklə Pekin ördəyindən də 100 ədədə kimi də saxlamışam həyətimdə. Yəni 100 dənəsini də saxlamışam həyətimdə. Ona görə onun da haqqında, lal ördəyi haqqında da yetəri qədər təcrübəm var. Lal ördəyi də düzdür. Mən Pekin ördəyində təcrübəm daha çoxdur. Çünki Pekin ördəyini demək olar, cır ördəyi daimi saxlamışam həyətimdə. Mənim həyətimdə o 5-6 ildir yoxdur. Amma bu lal ördəyi isə mən 4-5 ildir saxlayıram. Yəni lal ördəyində əsl təcrübəm daha azdır, amma ikisində də yetəri qədər təcrübəm var. İkisində də yetəri qədər sizlərə bilgi verə biləcəyim. İndi keçək uşaqlar, başlayaq birinci lal ördəklərdən. Bunun müsbət mənfi tərəflərini danışım sizlərə. Sonra Pekin ördəyinin müsbət mənfi tərəflərini, daha sonra cır ördəyin müsbət mənfi tərəflərin və sonda hansı daha sərfəlidir, onu zaten rəqəmlərlə göz qabağına qoymuş olacaq. Demək dostlar, lal ördəklərin müsbət tərəflərindən biri. Uşaqlar çox sakitdilər, sakit təbiətli heyvandılar, səsləri çıxmır, adlarından da göründüyü kimi. Bunlar sizdən digər Pekin və cır ördəklərə nisbətən yem istəməyəcəklər. Yəni onlara baxdıqda yemi daha az istəyəcəklər sizdən ki, səsləri səmirləri yoxdur. Versiz yeyəcəklər, verməsəz yatacaqlar orada. Digər ördəklərə nisbətən elə başdan başlayaraq qiyaslamanı eləyək sizlərlə. Digər ördəklərə nisbətən, yəni Pekin və cır ördəyə nisbətən təbiətdən daha çox qidalanmağa çalışırlar. Çünki bunlar o bir ördəklərə nisbətən daha çox otlamağı sevən heyvanlardır, ördək tipidir. Ayrıca olaraq bunların müsbət tərəflərindən onu deyim ki, məsələn, erkəklərinin əti digər nə Pekin ördəyində, nə cır ördəyində bu ördəyin erkəyə qədər ət verən yoxdur. Dişi ördəklər isə cır ördəyin erkəyində dişisi qədər də ət verir bunun dişi ördəyi. Amma Pekin ördəyindən azca az ət vermiş ola bilər. Çünki Pekin ördəyin yaxşı baxdıqda 2 kilo, 2 kilo yarıma qədər hətta ət verə bilir. Bəzən 3 kilo filan da deyirlər. O mənim həyətimdə olmayıb, amma 3 kilo da ət vermə kapasitesi varmı? Yəni verə bilərmi? Bəli, verə bilər. Yəni yaxşı baxıldıqda verə bilər, amma çox nadir hallarda, yəni belə elə hamının həyətində olmaz. Amma genəldə normalda uşaqlar 1 kilo 700-2 kiloqram arası Pekin ördəklərinin çəkisi gəlir erkəklərinin. Onların da amma dişiləri normalları 1 kilo yarım, 1 kilo 400, nə bilim, baxır da baxılmağına 1 kilo 800. İndi bəzi ola bilər ki, siz saxlayırsınız, biraz artıq gələ bilər, biraz əksik gələ bilər. Dediyim kimi yeməyindən çox şey asılıdır. Yəni bunun bu lal ördəyin erkəyə qədər onlar ət verə bilmir. Heç birinin ət vermə səviyyəsi bu lal ördəyin erkəyə qədər mümkünsüzdür ki, olsun. Demək dostlar, bunların da yumurta verimini danışım sizlərə lal ördəyinin. Ortalama ildə uşaqlar hardasa hesablayın ki, bu sizə verəcək bu lal ördəklər ortalama 100 yumurta elə götürün. Bəlkə də biraz az, nə bilim, kimdəsə biraz çox yüksək yumurta verən ördək ola bilər, o biraz artıq verə bilər, amma ortalama 90-100 ədəd yumurta verəcək. Amma bunlardakı uşaqlar, məsəl üçün digər Pekin ördəyi kimi, cır ördəyi kimi yumurtamağa başladı, nə bilim 3 ay, 4 ay, 5 ay nə hədisə artıq yumurtasın, o qədər yumurta versin deyil. Çünki bunlar lal ördəklər uşaqlar ortalama 14-18 ədəd arası yumurtayıb qırt yatır. Siz onu qırt yatırda da bilərsiniz. Balasını çıxardandan sonra balasının altından götürərsiniz. O bir də qırt yatar, yumurtayar qırt yatar. Sonra bir də götürərsiniz, yenə 3 dəfə rahat elə altından balasını götürsünüz. 3 dəfə rahat yumurtayıb qırt yatacaq. Yox, götürə bilərsiniz, siz eləyə bilərsiniz. Onun yumurtasının inkubatorunuz vardır. Yumurtasını götürərsiniz, inkubatora qoyarsınız. Beləcə sizə 5 dəfə də yumurtaya düşər ya 5-dən 3 də yumurtaya düşər. Hərəsində də 14-18 arası ortalama yumurtayır. 25 ədədə qədər yumurtayan məndə də olub, 25 ədədə qədər yumurtaya bilər. Daha az, amma çox nadir hallarda olur. 12 dənə yumurta zat, o da fərə olar yumurtayar. Yəni
Genelde en azından 16-18 yumurta yumurtlayır məndəkilər. Yəni 14 də nadir olur. İlk fərəzad olanda 12-14 yumurta yumurtlayır. Genelde 16-18, yəni bir yaşın tamam eləmiş ördəklər yumurta verir. Yəni 90-100 ədəd yumurta hesablayın. Balası neçəyə gedir, bunun əti neçəyə gedir, onunla da sizə danışım. Lal ördəklərin yumurtadan çıxmış balası 4-5 manat arası dəyişir. Bu yerlərin filan adi ördəklərin danışaq. Əgər cins ördəyiniz varsa, məsələn, krasnodar cinsidir, daha sonra fərqli cinslər var da, indi tam olaraq hamısını ağlı yadıma, macar cinsidir. Məsəl üçün, bunların ördək balalarının, məsələn, məndə olan o macar cinsidir. Baxın, bu qara, tam macar cinsidir. Hə, bax, onların balaları ola bilər ki, 6, maksimum 7 manata gələr. O da 7 manatı biraz nadir hallarda olur. Yəni, hər dəfə olan bir şey deyil. Bunlarla, bu lal ördəklərin haqqında yetər qədər məlumat verdim, amma sonda yenə də qayıdacaq bunlara. İndi keçək Pekin ördəklərinə, uşaqlar. Pekin ördəkləri hansılardır? Cır ördək hansıdır? İlk öncə onu izah edeyim, bilməyənlər üçün varsa. Pekin ördəyi, bunların yumurtaları ilk öncə bizə Çindən gəldi. Ona görə Yaponiyadan, həm hardan Pekindən gəldi. Ona görə adları Pekin ördəyi qaldı. Onu deyim sizlərə. Tam olaraq araşdırmamışım hardan gəldiyini, amma bildim ki, oradan Çindən, Yaponiyadan falan oralardan gəldilər. Onların yumurtaları cinsi bizə. Onun da uşaqlar yumurta verimi hardasa 180-200 arası deyirlər. Amma mən onlardan saxlamışam, 200-ə qədər mənə yumurta verməyiblər. Hardasa uşaqlar 150, 130, bəzən 160 belə hesablaya bilərsiniz, il boyu yumurta verirlər. Amma onlar bu lal ördəklər kimi, onlarda qırtlama çox yoxdur. Yəni təsadüf halda onlardan qırt düşürlər, onların dişiləri. Yəni bu necə ki, Linda qazları zat saxlayır ha, Linda Kuban qazları yumurtayırlar, qırt düşməyirlər, çox təsadüf halda qırt düşürlər ha. Onlar da həmçinin çox təsadüf halda qırt düşürlər. Qırt düşməklərdə uşaqlar necə olur, onu da sizə deyim. Qırt düşməklərdə gedirsiniz, məsələn, üzr istəyirəm uşaqlar, gördüm motor dayandı, həm səsi sizə də narahat eləməsin deyə. Saatlı rayonunda da su vəziyyəti belədir uşaqlar. 4 metrə yarımlıq yerə artizan vurulub orada. 4 metrə yarımdan çıxan su budur. 10 dəqiqə, 15 dəqiqə axır, bitir. Yəni artıq daha dərinə endirməmiz lazımdır ki, onu daha çox su əldə edək, çünki artıq bəs eləmir bizə. Hə, uşaqlar, onlardakı qırt yatma dediyim kimi, Linda Kuban qazları kimi qırt yatma çox təsadüf halda olur. Qırt yatması üçün nə edə bilərsiniz? Onların da yumurtasının altından götürməzsiniz. Yığılar bir 15-20 yumurta daim orada altlarında olar. Bəlkə bəziləri həvəsə gəlib yumurtayar, amma yəni qırt yatma oranı çox zəifdir onlarda. Ki sizə də zaten onun qırt yatması çox da lazım deyil, çünki onun yumurtasından istifadə edəcəksiniz. Onun yumurtalarını genelde inkubatorlara qoyub uşaqlar çıxardıb satırlar. Onun balası neçə olur, onu deyim sizlərə. Yumurtadan çıxmış alı 2 manat olur. Hətta 1 manat 50 qəpiyə daha çox olur yaz aylarında. Biraz o tapılmayan vaxtlarda görsən ki, məsələn 2 manata falan kimi qalxır. Onu da sevənlər var, baxanlar var, amma uşaqlar yemə dəhşət dərəcədə çoxdur onlarda. Təbiətdən qidalanma isə maksimum dərəcədə azdır. Yəni otdur, nə bilim gölə buraxasan, göldən nəsə çox qidalanarlar, o biraz azdır. İndi onu da sizə izah edəcəm ki, göldən qidalanma cır ördəklərdə o ördəklərə nisbətən daha çoxdur. Yəni yerli ördəklərdə daha çoxdur Pekin ördəklərinin nisbətən. Ona görə deyirəm azdır. Yoxsa onlar da təbii ki, təbiətdən qidalana bilirlər. Amma cır ördəyə görə çox azdır təbiətdən qidalanmaqları. Onların da yumurta verimi odur. Dediyim kimi qırt yatımlılar uşaqlar ildə sizə hardasa 200 yumurtaya qədər verə bilərlər. Amma genəlləmə, ortalama götürsək 130-150 yumurta verə bilərlər. Yaxşı qidalandırsınız 200-ə qədər də artıra bilərlər ildə yumurtaların. Onların da ət veriminə bayaqları dəyindim, amma indi yenə bir miqdar onların da ət veriminə dəyinim. Dediyim kimi uşaqlar, onların da dişiləri, fərələri 1 kilo 500, 1 kilo 600, 1 kilo 400, bəlkə 1 kilo 700. Çox yaxşı baxırsınız, bəlkə 2 kilo gələr, amma mən ortalamadan danışıram da, yəni ortalama səviyyə baxılmasından danışıram. Dişilər o qədər gəlir, erkəklər də 1 kilo 800, 2 kilo, bax bu aralarda onların da erkəkləri gəlir. Satılma deyim, ördəklərin bayaqları böyüklərinin satılmasına dəyinmədim. Pekin ördəkləri uşaqlar
15 manata filan verilir bir dənəsi, bir ədədi. Onlar daha çox baş sayı ilə satılır. Yəni baş sayı dediyim, yəni ördək bir tək halda, yəni kilosunun önəmi yoxdur. Tək halda indi kilosuna görə bəzi insanlar bala zəifdir, arıqdır, məsələn 10 manata verir, yaxşı kökdür 15 manata verir. Bu aralarda gedir. 10 kilo ilə satan görməmişəm mən. Bəlkə də var, amma mən görməmişəm. Bu lal ördəklərdə deyim, bəyaqlar deməmişəm, o yadımdan çıxıb. Lal ördəklərində uşaqlar bu iriləri, erkəkləri, yəni ortalama, yəni cins deyilsə, adi bu ağlı qaralıdan, ağdan söhbət gedir. Bunlardırsa 25 manat ən ucuzlardır uşaqlarda. 25 manatdan ucuz onu satan mən görmürəm burada. Qalxır 35 manata kimi bu yerlilər gedir. Daha sonra macardır, nə bilim zümrüddür, sonra krasnodardır. Bunların qiyməti isə digərlərinə lavandadır. Bunların qiyməti isə digərlərinə nisbətən bir 10 manat, 15 manat daha baha olur. Bunların dişiləri isə, bunlar da bizim balaca ördəklərimizdir. Bunlar gedirlər, deyirəm sizə göstərim, ondan sonra getsinlər. Bunlar da ən balaca ördəklərimizdə 12 dənədirlər. Bunların dişiləri isə uşaqlar ortalama 15 manat, 18 manat, hətta artıq bu ildən görürəm ki 20 manata da verən var bunların yerilərin. Cinsləri də artıq 20 manata da gedir. Bəzən 25 manata kimi qaldıra bilirlər. Məsələn cins olanlarda krasnodardır, o biridir, bu biridir. Bu qiymətə verə bilirlər. Amma dişiləri genəldə 12, 15, 20 manata kimi bax bu aralarda dəyişirlər. Bunların da sizə böyüklərin də qiymətini izah elədiyimə görə indi keçək cır ördəklər uşaqlar. Cır ördəklər nədir? Cır ördəklər bildiyimiz bu dədə-baba həyətimizdə saxladığımız, dişiləri çilli olanlar, qəhvəyi rəngli çində olanlar, erkəkləri yaşılbaş olanlar, daha sonra bunun ağlı qaralılar da çıxdı, ağlı qaralı da olurlar, nə bilim. Bu tipdə yeri saxladığımız hansı ki cır ördəklər yoxdur. Cır ördək dediyimdə də onlardan bəhs edirəm. Onlar uşaqlar təbiətdən qidalanmağın özəlliyi ilə göl varsa, yəni belə otlamağı filan onlar da çox sevmirlər. Amma özəlliyi ilə göl varsa təbiətdən qidalanmaqları maksimum dərəcədir. Pekin ördəklərinə görə yem tələbatları daha azdır. Lal ördəklərə görə isə lal ördəklər onlardan da az yeyir. Çəkiləri onların nə qədər olur uşaqlar, onu da deyim sizlərə. Onların çəkiləri bir o qədər olmur. Onların erkəkləri maksimum çəkiləri görərsiniz ki, uşaqlar 1 kilo 500, day maksimum çox kök saxlayarsınız və yaxud da ki, cinslərlə qarışıqlar olar 1 kilo 700 filan gələr. Dişilər də 1 kilo 200 arası gəlir. Normal yaxşı saxlasaz, ortalama yaxşı saxlasaz, cır ördəklərində kilo verimi odur. Qiymət hansı aralıqda dəyişir? Onlar da uşaqlar 10-12 manat erkəkləri filan gedir. Yəni yaxşı köklər. Onların erkəyi dişinin arasında elə də fərqi yoxdur. Sadəcə erkək istər-istəməz dişdən biraz ağır olduğu üçün ondan bir miqdar baha ola bilir. 10-12 manat, bəzən 14 manata kimi qalxa bilir. Dişilər də yenə həmçinin uşaqlar 10-12 manat, hamısı eyni arada gedir. Əgər köklükləri yaxşıdırsa, yox zəifdirlərsə bizdə onlar olur ki 10 manata da verən olur, nə bilim 9 manata da verən olurlar. Zəiflərin 8 manata da verən olur. Bizim bazarlarda elə satırlar. Bu dediyim mən cır ördəklərdən gedir söhbət. Hansı ki yeri yaşılbaşdır, çillidir, nə bilim. Daha sonra hansıları var idi onların? Ağlı qaralıları da var, onların cır ördəklər xırda olur. Qapqara olanları da var cır ördəklərdən. Bunlardan gedir söhbət. Uşaqlar o görüntünü deyərsiniz nə pisdir, onun motorun üstünə atmışıq deyə ki yağış sad vurmasın. O da gün vurduqcan o linoleum kimi bir materialdır. Gün vurduqcan elə əyilə butulkanı da qoymuşuq. Hava çəkir harasındansa bilmirəm. İçinə lazım olur su tökürükdə. O görüntünü də xoşlamasınız, ona görə deyim. Cır ördəklərində satışı budur. Onların balaları neçəyə gedir uşaqlar? Genelde 1 manat 50 qəpiyə, 1 manata yumurtadan çıxmış balalarını satırlar. Onların qırt yatmaqları necədir uşaqlar? Onlar genelde 40, 50, maksimum 60-70 yumurta verib yatırlar. Bu ördəklər arasında yəni Pekin ördəklərinə nisbətən qırt yatmaları orada daha çox. Çünki Pekin ördəyi cins olduğu üçün genelde qırt yatmağı tercih eləmir. Amma onlar sırf qırt yatmağa fokuslanan heyvanlardır. Qırt yatıb öz balalarını çıxarda bilirlər. Dediyim kimi onların da balaları 1 manat 50 qəpiyə, 1 manat 20 qəpiyə də verənləri görmüşəm onlara. Hətta bəzən görürsün 2 manata da verənlər olur. Onların da balaları o qiymət aralığındadır. Saxlamağa qaldıqda bunların içərisində ən asan, ümumiyyətlə ördək qazlı uşaqlar, bunları saxlamaq elə çətin deyil. Amma o cır ördəkləri saxlamaq biraz daha asandır. Çünki onlar biraz vəhşi təbiətdə olurlar da, necə deyim, tez adaptasiya olurlar suya, nə bilim, təbiətdən qidalanmağa tez adaptasiya olurlar digərlərinə nisbətən. Pekin ördəyinin balası biraz şey olur. Belə Lori də demiş olsun, biraz axmaq olur. Amma onlar daha tez adaptasiya olurlar. Yəni yumurtadan çıxan kimi cin kimi olurlar.
Ümid edirəm ki, uşaqlar bunların hamısını sizə izah elədim. İndi sonda gəlsəz ki, mənim qənaətim nədir? Amma uşaqlar, bunu deməmişdən qabaq sizə onu deyim ki, hər kəsin saxlama şəraitinə görə bunlar dəyişə bilər. Mən Aran rayonunda yaşayıram, bura isti rayondur. Evimin yanı göldür. Mən ona görə bir nəticə çıxardacağam. Siz ola bilər ki, evinizin yanında göl olmaz, quru, nə bilim, göl falan yoxdur, nə bilim, şəraitiniz başqa bir rayonda yaşayırsınız, dağlıq rayonda yaşayırsınız. Nə bilim, hər iqlimə görə, hər şəraitə görə heyvanlar dəyişir. Mən özümə görə, öz saxladığım təcrübəmə görə, öz yaşadığım mühitə görə uyğunlaşdırıb deyirəm. Mənim üçün ən bunlardan sərfərəsi lal ördəklərdir. Çünki yem yeməyə az. Mənim inkubatorum yoxdur, ona görə bunların yumurtasını inkubatora qoya bilmirəm. Qırt yatmaqları mənim üçün daha sərfəli. Özlərinin yumurtayacağı qədər, yəni bala çıxardacağı qədər yumurtayıb qırt yatmaqları mənim üçün daha sərfəlidir. Yem yeməkləri digər ördəklərə nisbətən daha az. Təbiətdən belə ot, mot, bu tip qidalardan əldə etməkləri mənim üçün bir müsbət cəhət. Səslərinin olmağı digər müsbət cəhət. Buna görə mən özümdə ət verimliləri digərlərinə nisbətən daha çox olduğu üçün bu da nə bilim 5-ci, 3-cü müsbət. Nəsə qısacası bu müsbət cəhətləri. Bunların mənfi tərəfi varmı desəz, mənfi tərəflərini uşaqlar, mən bunları bir mənfi tərəflərini görmürəm. Yəni deyim ki, necə mənfi tərəfləri? Təbii ki, hər heyvanın mənfi xüsusiyyəti var da. Məsələn, digər ördəklərlə qiyaslayırıqsa əgər bunları, yəni qarşılaşdırırıqsa bunları digər ördəklərlə, digər ördəklərə nisbətən bunun mənfi cəhəti varmı desən, mən görmürəm. İndi keçək, deyirsiniz ki, sən özün lal ördək saxlayırsan deyə tərifləyirsən, amma əsla yox. Yəni tərəfsiz şəkildə yaxınlaşıram bunlara. Çünki hamısından saxlamışam. Pekində, lal ördəkdə, cır ördəkdə saxlamışam. İndi keçək Pekin ördəklərə. Pekin ördəyin müsbət cəhətləri odur ki, çox yumurta verir. Balasını satıb daha çox qazanc əldə edə bilərsiniz. Təbii ki, bunun bazarını tapsınız, yəni sata bilsəz, daha çox qazanc əldə edə bilərsiniz. Mənfi tərəfləri odur ki, yem yeməkləri daha çoxdur. Cır ördəklərin təbiətdən qidalanmağı Pekin ördəyinə nisbətən daha çoxdur. Yumurta vermə azdır. Özdəki belə də, necə deyim uşaqlar, yumurtasını yumurtayır, bir 40 dənə, 50 dənə, 60 dənə yumurtayır. Nə özünün altına sığmır, onun gərək məcbursunuz ya yumurtasının əvvəlin inkubatora qoyarsınız, ya yumurta olaraq satarsınız, ya da ki, hansısa toyuğun hündüşkanın altına qoyarsınız. Bala satmağında da mənə görə bu Pekindən də, lal ördəklərdən də, daha sonra digər cır ördəklərə baxanda, cır ördəyin balasını satmaq digərlərinə nisbətən daha çətindir. Çünki biraz çətin alırlar. Çünki hamıda artıq o ağ ördək olan Pekin ördəyinə həvəs var, lal ördəyə həvəs var. Cır ördəyə artıq həvəs yavaş-yavaş ortadan itir. Görürsünüz ki, insanlar da artıq onları bir o qədər saxlamırlar. Ona görə mənə nisbətən bunların içində ən mənfi xüsusiyyətləri olan və yaxud da ki, sizə ən az qazanc gətirəcəkləri cır ördəyidir. Daha sonra Pekin ördəyi, ən yaxşı saxlamaq üçün məsləhətli olan isə lal ördəyidir. Çünki digər bütün məsələlərdə izah elədim. Orada su bitdi, uşaqlar, ördəklər belə hərəsi bir tinə dağıldı. Ona görə artıq videonun da sonlarına gəlirik. Düşünürəm ki, sizə hər şeyi izah elədim. 1-2 gündür Bakıda idim, uşaqlar, başım qarışıq idi. Sizə işlərim var idi, canlı da aça bilməmişəm. Dünən axşam gəlib çıxmışam gecə. Səhərdən də oyanmışam. Hələ görürsünüz ki, hər yer biraz dumanlı filandır. Saat 11-12-dir. İstədim sizə bu videonu çəkim ki, axşama kimi yükləyib çatdıra bileyim. İndi inşallah birazdan da hava biraz açsın, güneş falan çıxsın, günortadan sonra da canlı yayın açacağım sizlərə. İndi yəqin ki, bu axşam izləyəndə artıq mənim canlı yayınımı görmüş olacaqsınız. Daha sonra başlayırıq uşaqlar artıq aktiv şəkildə videoları izləməyə. Çünki böyümə sürətimiz çox zəiflədi. Qısaca burada hündüşkaları da göstərim sizlərə. Demişdiniz ki, onların aktiv vəziyyətlərini də göstər. Artıq erkəklər belə özlərini şişirdirlər ki, zaten şişirdirdilər də. İndi daha aktiv şəkildə başlayırlar. Çünki yetkinlik yaşlarda artıq 7 aylarının içərisindədirlər. Normaldır belə olma halları. Artıq belə özlərini şişirdirlər. Davalarımız artıb, hər dəqiqə dava ayırırıq burada. Bu illəri hündüşkalarımızın içində uşaqlar, dişilər daha çoxdur deyə sürümüzü belə biraz cır görə bilərsiniz. Görərsiniz ki, elə bilərsiniz balacadır, amma sürüdə erkək daha çox olduğunda sürü çox böyük görünür. Elə bilirsiniz ki, hündüşkaların hamısı iri-iridir. Sürümüzdə biraz dişi çoxdur bu illəri. Belə dostlar, bunlar da bu qədər. Ümid edirəm ki, videomu bəyənərsiniz. Kanalıma abunə olub, ya videonu bəyənməyi unutmayın.
Mütləq şəkildə əgər ürəyinizdən keçərsə də yorum yazsaz, məni çox xoşbəxt eləmiş olarsınız. Həyətimiz biraz töküntüdür, bilirəm, bağı toparlayacağam. Çünki artıq ağacların budama vaxtlarıdır. Bir neçə gündür işim var idi. Ümumiyyətlə hər şey hər yerdədir. Nə harda qalıbsa elə orada da qalıb. İndi inşallah hamısını düzənləməyə çalışacağıq. Sağ olun, salamat qalın, yorum yazmağı, bəyənməyi unutmayın uşaqlar.